Herkese salam. Bugün sizinle evde çok yumuşak ve tatlı bulkalar hazırlayacağız. Qaba 3 yemək qaşığı şeker tozu, 1 çay qaşığı maya ve 1 stəkan ılık süt əlavə edib qarışdırırıq və 5-10 dəqiqə mayanın aktivləşməsi üçün gözləyirik. Daha sonra 1 silmə çay qaşığı duz, 1 ədəd yumurtanın ağı, sarısı üzəri üçün saxlayırıq, 1 stəkan duru yağı əlavə edib qarışdırırıq. Unu az-az əlavə edərək yumuşaq ələ yapışmayan xəmir yoğururuq. Xəmirin üzərini örtüb təxminən 1 saat mayalanmağa qoyuruq. Mayalanan xəmirin havasını aldıqdan sonra dəzgahın üstünə uzunsov formada yayırıq. 50 qramlıq gündələrə bölürük. Ümumi olarak məndə 22 ədəd gündə alındı. Üzərinə örtüb 15 dəqiqə dincəldirik. Dincəldikdən sonra gündələri açıb forma verə bilərsiniz. İçinə zövqə görə şokolad, malako və ya cem əlavə etmək olar. Mən malako və şokoladdan istifadə etdim. Hazırladığımız bulkaları soba listinə düzürük və yenidən 30 dəqiqə mayalanmağa qoyuruq. Üzəri üçün yumurta sarısına 2 yemək qaşığı süt əlavə edib qarışdırırıq və bulkaların üzərinə çəkirik. Əvvəlcədən alt üst rejimdə 180 dərəcədə qızdırılmış sobada üzəri qızarana qədər pişiririk. Nəticədə çox yumuşaq və dadlı bulkalar alınır. Hazırlayacaq olan hər kəsə nuş olsun.